5-ci mərhələ böyrək çatışmazlığı ilə mübarizə. Mərkəzi Gömrük Hospitalının efferent terapiya şöbəsi kəskin və xroniki böyrək xəstəlikləri müalicəsini həyata keçirir. Şöbədə nefrologiya və efferent terapiya xidmətinə ehtiyacı olan pasiyentlər üçün təcili və planlı şəkildə hospitalizasiya və gündüz stasionar xidmətləri mövcuddur. Şöbədə poliklinika, stasionar, hemodializ, reanimasiya və intensiv terapiya, transplantasiya xidmətləri həyata keçirilir. Şöbəmiz 3 hissədən ibarətdir. Nefroloji poliklinikdən ibarətdir. Poliklinikdə xəstələri də qəbul edirik. Bütün tip nefroloji xəstələr qəbul edə bilir. İstər transplant olunmuş, istərsə də digər nefroloji xəstəlikləri 3 həkimdən ibarətik. 3 həkim fəaliyyət göstərir. Stasionar şöbəmiz yatan xəstələrin, burada həm nefrologiyanın digər söylədiyim sahələrinə bağlı olan xəstələr, eyni zamanda transplant hazırlığı və post-transplant dövründəki xəstələr. Bir də hemodializ şöbəsimiz var, hemodializ hissəsi var. Burada da kəskin və xroniki böyrək çatışmazlığı olan xəstələrin hemodializ alır və icbari tibbi sığorta ilə müraciət edə bilirlər. İlkin hemodializlə bağlı onları ala bilirik hemodializə və yaxud da digər mərkəzlərdə müdaxilə olunması çətin olan dializ prosedurları onlar da həyata keçirilir. Bir də plazmaferezi prosedurlarını, membran plazmaferezi eyni zamanda bizim şöbədə həyata keçirdə bilirik. Şöbəmizin qısaca fəaliyyəti bundan ibarətdir. Standart müalicə üsullarından əlavə bölmədə ekstrakorporal müalicə üsulları olan hemodializ, peritoneal dializ, plazmaferez həyata keçirilir. Hospitalın pasiyentlərindən biri də 1975-ci il təvəllüdlü Sərdar Rüstəmovdur. Pasiyentə böyrək çatışmazlığının ən ağır 5-ci mərhələsi diaqnozu qoyulub və 2025-ci ilin sentyabr ayından etibarən mütəmadi olaraq hemodializ proseduruna qoşulur. Hazırda onun müalicəsi həkim nəzarəti altında davam etdirilir. Sərdar Rüstəmova xəstəmiz xəstəxanaya uzun illər əvvəl müraciət eləmiş və bizdə xroniki böyrək xəstəliyi səbəbilə müalicə alan və nəzarətimizdə olan bir xəstəmizdir. Xəstəmizdə uzun müddət xroniki böyrək çatışmazlığına səbəbinə nəzarət elədi və dializ alma ehtimalını azaltdı uzun illər ərzində və bu da bir müddət effektiv oldu. Amma təəssüf ki, xroniki böyrək yetməzliyi irəliləyən bir xəstəlikdir və irəlilədikcə bir müddət sonra dializ ehtiyacı yarandı və o xəstə təcili yardıma müraciət elədi. Narahatçılıqlar vardı, təngin nəfəslik, boğulma, huşunda zəifləməsi. Bu da xroniki böyrək yetməzliyinin daha irəli mərhələlərində, terminal mərhələlərində müşahidə olunur. Biz bunu reanimasiya şöbəmizə yatırtdıq, bu xəstəmizi və ilkin hemodializə başladıq. Hemodializlə planlaşdırdıq. Keçici hemodializ kateterlə başladıq, sonra qaliciyə keçdik. Xəstə kritik vəziyyətdən çıxdı. Normal öz həyatına qayıtdı. Həftədə hal-hazırda 3 dəfə hemodializ alır və özünü daha komfortlu hiss edir və digər şikayətlərini, xəstəxanaya daxil olarkən şikayətlərinin demək olar ki, əksəriyyəti hal-hazırda yoxdur. Bununla bağlı xəstənin yaxını təəssüratlarını STV xəbərlə paylaşır. Bu yaxınlarda bizim qohumumuz xəstə Sərdar Rüstəmov ehtiyac olduğu xəstəxanaya düşəndə Gömrük Hospitalına gətirdilər. Təcili tibbi yardım şöbəsindən palataya yerləşənə qədər çox böyük diqqət göstərdilər. İnanın, o qədər hətta mənim və ailəsinin, yoldaşının gözləri doldu. Niyə görə? Həkimlər necə ürəklə baxdılar dedi və sonda nefrologiya şöbəsində dializ olmağa başladı. Həftədə 3 dəfə. Mən doğrudan da bu cür tibb işçilərinin belə bu qaydada görmüşəm, həkimlərimiz var, amma bu qayda olduğunu görəndə çox sevindim. Elə istəyirəm ki, çox təşəkkürümü bildirim. Ona görə də çox istəyirəm ki, Gömrük Komitəsinin sədri çox hörmətli Şahin Bağırova, Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, eyni zamanda Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayeva, Nefrologiya şöbəsinin müdiri çox hörmətli Mirmənsim Məmmədova, tibb işçilərindən Gülşən xanıma, İradə xanıma, Sevinç xanıma, Məstanə xanıma və digərlərinə
personelinə təşəkkürümüzü, sonsuz təşəkkürlərimizi bildiririk. Niyə görə? Deyim sizə, xəstəm biraz narahat adamdır. İstəməz dializ olmaq, aparatda əyləşmək çoxdur, amma o hər dəfə bura girəndə içəriyə işçilər o qədər gözəl bir münasibət, aura yaradırlar ki, xəstə o palataya uzanana qədər, yəni o çarpı uzanana qədər artıq o unudur ki, mən burada hansı bir sıxıntını yaşayacağam və artıq 6 ayda bu proses davam edir. Mən ona görə də bütün tibbi işçilərinə təbii ki, eyni zamanda adlarını qeyd elədiyim insanlara təşəkkür edirəm. Siz də var olun. Xatırladaq ki, dializ böyrəklərin yerinə işləyərək qandakı zərərli maddələri təmizləyir və həyatın davam etməsinə imkan yaradır. Vaxtında başlanması isə böyrəkdə yaranacaq bir çox fəsadların qarşısını alır.